Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib videoları bəyənib dostlarınızla paylaşmağı unutmayın. DİM test toplusuna salınmış yeni bir məsələyə baxaq. Məsələ üçbucaqlara aiddir. Verilənlər hər şey şəklin üzərində qeyd edilib. Bizə baxın BC-ni istəyirlər burada. BC-ni necə taparıq? Gəlin B ilə D-ni birləşdirin, bir xətt çəkim. Və bu bucaq mən sizə deyirəm ki 90 dərəcədir. Yəni BD hündürlükdür. Bunu hardan bilirəm? Baxın bu üçbucağa, bu üçbucaqda görürsünüz ki, bax bu hissələr bir-birinə bərabərdir. Əgər bu düz bucaq olarsa, o zaman bura hipotenuz olacaq və düz bucaq təpəsindən hipotenuza endirilən median hipotenuzun yarısına bərabərdir. Yəni bunlar hamısı bir-birinə bərabərdir. Bu. Həqiqətən də belə çıxır ki, o bucaq 90 dərəcədir. Gerisi əslində çox sadədir. İndi burada baxacağıq bu üçbucaqdan naməlum olan BD katetini tapacağıq. Olacaq birinci iş. BD-nin kvadratı bərabərdir. Hipotenuzun kvadratından məlum katetin kvadratını çıxarıq. Bunu da hesablasaq 144 alarıq. Onda BD olacaq 12 sm. BD oldu 12, üzərinə qeyd eləyirəm və mən sizə qeyd elədim ki, bu üçbucaq da düzbucaqlıdır. Yenə Pifaqor teoremindən istifadə eləyəcəm. Yazacağım 12-nin kvadratı üstəgəl 5-in kvadratı bərabərdir BC-nin kvadratı. Yazaq ikinci iş, BC kvadrat bərabər 12-nin kvadratı üstəgəl 5-in kvadratı. Bunu da hesablasaz görəcəksiniz ki, BC kvadratı 169 edir. BC də bərabər 13 sm olar.